Heç vaxt qaşını aldırmamısınız və ilk dəfə bu qərara gəlmisiniz. Bu qaşdakı kimi görürsünüz, qaşın əvvəl beləsi nə idi? İlk dəfə xanım qaşı aldırmaq qərarına gəldi və səliqəyə salmaq qərarına gəldi. Gəlin baxaq yaxından. Gördünüz, bu qaşı mən incə işlədim, bayaq qaşın əvvəlində gördünüz. Qalıcı forma verdim, 2 il, 3 il, 4 il qalacaq bu forma. Bundan sonra yalnız artıq nə tük çıxır, həmin tükləri xanım alacaq. Burada nanoşering prosedurdur, həm dəndən cızılar çəkilib, həm də bəzi cızıların arasına kölgə vermişəm ki, qaş dolu görsənsin. Simmetriya da öz yerindədir, rəng də öz qaşının rəngidir. Formada simaya məncə yaraşır. Sizə yenə fikrinizi bildirin, bu mənim məsləhət gördüyüm formadır. Qaş səliqə salınır deyə artıq gözlə qaş arasında məsafə xirəm çıxalıb və baxışlara özgüvənlik qatılıb. Sizcə necədir? Fikrinizi gözləyirəm. Yəni qaşınızı almaq qərarına gəlmisinizsə, amma bilmirsiniz necə olacaq, sizə necə yaraşacaq, tam mənə güvənə bilərsiniz.